Salam dəyərli müəllimlər, hər vaxtınız xeyir olsun. Mən Müəllim Hazırlıq Mərkəzinin Azərbaycan Dil Ədəbiyyat müəllimi Elton Abişov. Biz bilirik ki, dünənlərim, yəni oktyabr ayının 29-u MİQ və sertifikasiya imtahanına hazırlaşan müəllimlər üçün çərçivə proqramı çıxdı. Çərçivə proqramı çıxandan sonra bəzi müdavimlərdə, müəllimlərdə ciddi şəkildə narahatlıq yarandı və bu çərçivə proqramında hansı dəyişikliklər var? Müəllimlərdə yaranan bu narahatlığın əsası varmı? Biz nə etməliyik? Bu tipli suallara daha aydın şəkildə cavab vermək üçün bu günlərin video çəkmək qərarına gəldik. Sizlər üçün biraz motivasiya verək sizə. Əslində narahatlıq varmı? Bu haqda danışaq. Deməli dostlar, biz çıxarılan və əlavə olunan əsərlər haqqında keçən dəfə sosial şəbəkədə, Telegram, WhatsApp və YouTube'da və Instagram'da bəzi şəkillər paylaşmışdıq. Hansı əsərlər çıxarılıb, hansı əsərlər əlavə olunubdur. O haqda sizə məlumat vermişdik. Bu dəfədə, bu gün də bəzi məlumatlar sizə verəcəyim. Ümumiyyətlə, birinci oradan başlayaq ki, daha çox dəyişiklik hansı fəndə baş veribdir? Təbii ki, hər il olduğu kimi bu ildə çərçivə proqramında daha çox dəyişiklik ədəbiyyat fənnindən baş veribdir. Ədəbiyyat fənnindən bir xeyli əsərlər çıxarılıb, bəzi əsərlər əlavə olunubdur. Çıxarılmasının səbəbi nədir? Əlavə olmasının səbəbi nədir? Biz bilirik ki, orta məktəblərdə 6-cı sinif ədəbiyyat dərsliyi yenilənibdir. Köhnə əsərlər tamamilə çıxarılıb, yeni əsərlər əlavə olunubdur. Hansı daha yaxşı idi? Köhnə əsərlərmi, yeni əsərlərmi? O bizim bu günlərin danışığımızın mövzusu olmadığı üçün oralara toxunmayacaq. Yəni, çıxarılmağın səbəbi köhnə ədəbiyyat kitabında olan o proqram tamamilə yenilənibdir. Yeni ədəbiyyat kitabında olan əsərlər çərçivəyə daxil olunubdur. Yəni, bir sevindirici haldır ki, zamanında, vaxtında çərçivə proqramı çıxdı və biz zamanında, vaxtında bu proqramı müdavimləri keçəcəyik. Hər il bilirik ki, yanvar ayında, az qalsın fevral ayında çərçivə proqramı çıxırdı. Bizdən hansı əsərlər çıxarıldı ədəbiyyat fənnində, hansı dəyişikliklər oldu? Orana davam edək. Daha sonra sizdən bizə gələn Instagram kanalında, Telegram kanalında sizdən bizə gələn bir xeyli suallar var ki, həmin sualları cavablandıracaq. Çıxan əsərlərin sayı 11-dir. Əlavə olunan əsərlərin sayı 13 dənədir. Deməli, biz görürük ki, burada qeyri-adi bir fərq yoxdur. Yəni, demək olar ki, çıxan və əlavə olunan əsərlərin, çıxarılan və əlavə olunan əsərlərin sayı eynidir. Çıxarılan əsərlər əsasən şifahi xalq ədəbiyyatındandır. Demək olar ki, şifahi xalq ədəbiyyatının köhnə çərçivədən yalnız bir əsər qalır. Dərzi şagirdi Əhməd. Yerdə qalan digər əsərlər Ağılı Uşağın nağılı, Xan Sarayı əfsanəsi və Cahangir əfsanəsi çıxarılıbdır. Əlavə olaraq, şimdi əlavə olunan əsərlərin içərisində deyəcəm sizə, bəzi əfsanələr əlavə olunubdur. Bundan başqa, Kitab Dedə Qorqudda biz bilirdik ki, 3 boy tədris edirdik. Basatın Təpəgöz öldürdüyü boy, Salur Qazaniyevin yağmalaması boyu və Uruzun usta olduğu boy. O boylardan yalnız ikisi qalıbdır. Basatın Təpəgözü öldürdüyü boy çıxarılıbdır. Sonra Kitab Dedə Qorquddan dedik ki, Koroğlu dastanından 4 qol tədris edirdik. O qollardan biri çıxarılıbdır. Düratın itməyə qolu çıxarılıb. Əlavə olaraq bir qolu əlavə olunubdur. Alı kişi qolu, o haqda məlumat verəcəm. Nizami Gəncəvinin Yaralı Uşaq dastanı var ki, həmin o Yaralı Uşaq dastanı da çıxarılıbdır. Sillə xəzinəsindən olan hekayələrdən biri idi. Məmməd Arazın Azərbaycan Dünya Məni şeiri çıxarılıb, ancaq Məmməd Arazın Əskər Məktubu şeiri qalıbdır. Bundan başqa Əqrəb və Çanaqlı Bağa təmsili, Cabir Novruzun Mən bizim analar Günəşlər tən tuturam şeiri, Sabir Əhmədin Dərs hekayəsi və Fikrət Qocanın Şuşa şeiri proqramdan çıxarılıbdır. Bu çıxarılan əsərlər idi dostlar. Əlavə olunan əsərlər haqqında da sizə məlumat verim. Deməli, biz dedik ki, şifahi xalq ədəbiyyatından yalnız bir mövzu qalıb, Dərzi şagirdi Əhməd. Bununla yekunlaşırmı? Xeyr. İlyasın nağılı, Su həsrəti əfsanəsi, Qanlı Daş əfsanəsi əlavə olaraq əlavə olunubdur. Əlavə olunan əsərlər içərisində Koroğlu dastanından Alı kişi qolu, Abbasqulu Ağa Bakıxanovun bir Hikmətin Fəziləti hekayəsi var idi. Qurd və İblis təmsili də əlavə olunub. Çox qısa bir təmsildir. Ümumiyyətlə biz bilirik ki, təmsillər geniş olmur. Seyid Əzim Şirvanın Qaz və Durna təmsili əlavə olunubdur. Bu da qısa bir təmsildir. Deməli, Ənvər Məmmədxanlının Qızıl Qönçələr, bu başı bəlalı əsər gah çıxarılır, gah əlavə olunur. Bu il yenidən əlavə olunubdur.
Deməli, Səməd Behlənginin Balaca Qara Balıq hekayəsi, bu da həcm etibarilə balaca bir əsərdir. Xəlil Rza Ulutürkün bir əsəri var idi, yeni bir əsər də əlavə olunub 6-cı sinifdə və həmin əsərdə proqrama salıblar. Laylay mənim, Nərəm mənim şeiri. Elçin Hüseynbəylinin qəsd edilmiş gözəllik hekayəsi, Mahirə Nağqızının ana dili şeiri əlavə olunubdur. Əlavə olunan əsərlərin içərisində Eyvaz Zeynalının Tənha Narağacı hekayəsi, Viktor Hugo'nun Kazetta. Yəni dünya ədəbiyyatından biz bilirdik ki, orada ağac təmsili, sonra Çingiz Aytmatovun əsərlərini keçirdik. Bir də deməli yeni əlavə olunaraq Viktor Hugo'nun Kazetta əsərdə Səhvlər romanından bir parça əlavə olunubdur. Maraqlı əsərdir. Ümumiyyətlə biz proqrama baxanda, əlavə olunan proqrama baxanda köhnə proqramda təqribən bizim hazırlaşdığımız dövrdə, biz müəllimlərin hazırlaşdığı dövrdə 2000-ci illərdə orta məktəb kitablarında olan əsərlər idi ki, çıxarılmışdı, yeniləri ilə əlavə olmuşdu. Yenidən həmin proqrama qayıdıblar. Kazettanı biz həmin dövrlərdə də keçirdik, yenidən əlavə ediblər və yaxud da İlyasın nağılıdır həmin dövrlərdə, Ali Kişiqolunu həmin dövrlərdə keçirdik, Seyid Əzim Şirvaninin Qaz və Dorna təmsilini həmin dövrlərdə keçirdik. Sonradan proqramdan çıxarılmışdı. Əlavə olunan əsərlərdə əvvəllər, yəni proqramda olan əsərlər olubdur. Bu kitabları bu formada niyə dəyişirlər? O da bir maraq doğurur. Görürük ki, ədəbiyyat proqramında bir xeyli dəyişiklik olubdur dostlar. Daha bəzi dəyişikliklər olub, onları da sizin nəzərinizə çatdırmaq istəyirəm. Deməli, bəzi əsərlər var idi ki, biz bilirik ki, keçənlərim ixtisarsız orijinaldan oxuyurduq. Həmin əsərlərimiz Keçən Əmcənin Qıratı Qaçırması qolu idi. Daha sonra Cəlil Məmmədquluzadənin Anamın kitabı, Cəfər Cabbarlının Oqtaylıoğlu, Xuştbanın Natavan əsəri İlyas Əfəndiyevin, sonra Səsli qız əsəri Əhməd Cavadın və Səməd Vurğunun Vaqif əsəri. Bunları biz ixtisarsız orijinaldan oxuyurduq, yəni əlavə olunmuş hissələrdən yox. Bunlar olduğu kimi qalıbdır. Yenə də biz bunları ixtisarsız orijinaldan oxuyacağıq. Bəzi əsərlərdə isə müəyyən hissədən oxumaq tövsiyə olunur. Necə ki, Dövlət İmtahan Mərkəzi əvvəldən PDF vermişdi. Nizami Gəncəvin İskəndərnamə, bir də Məhəmməd Füzulinin Leyli və Məcnun əsərlərini. Bax, həmin o PDF ilə yanaşı orta məktəb kitablarında olan hissəni oxuyacağıq. Onsuz da biz 2 ildir bunu tədris edirdik və əvvəlcədən də sizə deyirdik ki, bu Nizami Gəncəvin İskəndərnamə və Məhəmməd Füzulinin Leyli və Məcnun əsərləri əlavə olunmuş hissədən mütləq salınacaqdır. Abituriyentlərə əgər əlavə olunubsa, deməli, MİQ və sertifikasiya hazırlaşan müəllimlərə də mütləq bu proqrama əlavə olunacaqdır. Buna yanaşı bu illərin bir yenilik də olubdur. İsmail Şıxlının Dəli Kür əsəri də müəyyən kitabda olan hissə ilə yanaşı müəyyən əlavə olunmuş hissələ veriləcəkdir. Ay müəllim, İskəndərnamə və Leyli və Məcnun sizin kitabınızda var, bildik oradan oxusaq kifayət eləyər. Bəs bu illərin əlavə olunub İsmail Şıxlının Dəli Kür əsərində müəyyən bir əlavələrlə oxumalıyıq. Onu rəsmi saytda əlavələrlə verəcəklər bizə, həmin hissədən oxuyacaq. İndi hələlik biz proqramın əvvəlindəyik, proqramın əvvəlindən gedirik. Sentyabrdan başlamışıqsa Koroğlu dastanındayıq hələlik. İsmail Şıxlı mövzusuna çatana qədər o Dəli Kür əsərini deməli əlavə edəcəklər sayta. Biz də oradan indirib sizlərə təqdim edəcəyik və yaxud da bu haqda məlumat verəcəyik. Deməli, proqramımızda, ədəbiyyat proqramında dəyişilən mövzular bunlardır, əlavə olunan mövzular bunlardır. Yenə də çərçivə proqramında dostlar, biz görürük ki, ciddi şəkildə narahatlıq yoxdur. Əgər əsərlərin həcmindən söhbət gedirsə, 11 dənə əsər çıxarılıb, 13 dənə əsər əlavə olunubdur. Yəni, ciddi şəkildə bir narahatlığa ehtiyac yoxdur. Mən sizi başa düşürəm. Bəzi müəllimlər neçə ildə hazırlaşırlar. Onlar deyirlər ki, biz artıq o əsərləri müəyyən dərəcədə bilirdik, test vəsaitləri onlara aid işləmişdik, bizə çətin olacaqdır. Amma mövcud proqramdan ayaqlaşmaq lazımdır. Ona görə hər zaman sizə tövsiyə edirik ki, vaxtında, zamanında hazırlaşmaq lazımdır. Vaxtında addım atmaq lazımdır. Yəni, 1 ay qalmış, 2 ay qalmışa qədər proqramı gecikdirmək olmaz, dəyərli dostlar, dəyərli müəllimlər. Azərbaycan dilindən də ciddi dəyişikliklər olmayıbdır. Keçənki mövzular olduğu kimi qalır. Yenə də orada sadəcə bu 6-cı sinif kitabında, Azərbaycan kitabında müəyyən dəyişikliklər olmuşdur.
hiperonim və hiponimlər əlavə olunubdur. Bir də orada proqramda müxtəsər və geniş cümlə haqqında deməli müxtəsər və geniş cümlə başlığı var idi. Onsuz da biz müxtəsər və geniş cümlələri keçirdik. Testlərimizdə, quizlərimizdə bu haqqda sizə testləri verirdik, məlumat verirdik. Yeni əlavə olunan qısa bir, asan bir mövzudur. Hiperonim və hiponimlər. Bunlar da qeyri-adi bir mövzular deyil, asan mövzulardır. Başqa proqramda bizdə, Azərbaycan ədəbiyyat proqramında hər hansı bir dəyişiklikləri yoxdur. Bəzi suallarınız var. İndi həmin sualları mən cavablandırmağa çalışacağam ki, tez-tez verilən suallardır. Əlavə olunan mövzuları hardan oxuyaq? Dediyimiz kimi, əlavə olunan mövzular hal-hazırda mövcud olan dərs vəsaitlərinin heç birində yoxdur. Əlavə olunan mövzuları biz orta məktəb kitabı, yəni 6-cı sinif orta məktəb kitabından oxuyacaq, ədəbiyyat dərsliyindən oxuyacaq. Ay müəllim, bəs onların təhlilləri, biz onu necə eləyəcəyik? Orada bəzi məqamlar var ki, təhlillərdən daha yaxşı başa düşürük. Mövcud olan proqrama əlavə olunan bütün əsərlərin təhlilini biz sizə verəcəyik. Həm YouTube kanalımızda bunu görəcəksiniz, həm də bizlə hazırlaşan müəllimlər bunu görəcəkdir. Və o dediyimiz o İskəndərnamə, Leyli və Məcnunla bağlı olan əlavələr bizim ədəbiyyat dərsliyimizdə var. Oradan əldə edə bilərsiniz. Hüseyn Cavid üzrə ədəbiyyat dərsliyində, MHM-də də QR-kod formasında verilibdir. Dəli Kür əsərini də bir müddət sonra ictimaiyyətə təqdim edəcəklər. Onda biz sizə onu təqdim etmiş olacaq. Daha bir sualımız var. Əlavə edilən mövzular üzrə təhlilləri, testləri hardan tapaq? Dediyimiz kimi, hələlik təhlilləri yoxdur. Bir müddət sonra ədəbiyyat müəllimləri bu təhlilləri yəqin ki, deməli YouTube kanallarında paylaşacaqlar. Mən öz adımdan söz verirəm ki, əsərlərin əksəriyyətini ictimaiyyət üçün, hər kəs üçün açıq eləyəcəm. Hər kəs girib faydalanar. Testlərdə artıq sizin hazırlaşdığınız müəllimlərə deməli köklənməlisiniz və həmin müəllimlər sizə o mövzuda testlər hazırlayacaqdır, sınaqlar hazırlayacaq, quizlər hazırlayacaqdır. Siz də həmin quizləri deməli işləyəcəksiniz. Ümumiyyətlə, dəyişiklik olan əsərlərdən daha çox mövzu düşür. 15 ədəbiyyat mövzusu varsa, ən azı bir bunun asanlıqla deyirəm ki, bir 5-i 6-sı dəyişiklik olan mövzulardan düşəcəkdir. Çünki biz statistikaya baxanda görürük ki, hər il MİQ və sertifikasiya proqramında əlavələr olunur və o əlavələrdən mütləq suallar salınır. Daha bir sualınız var. İxtisarsız oxunan əsərlər hansılardır? Onları hardan oxuyaq? O haqda məlumat verdim. İxtisarsız oxuyacağımız əsərləri. Onlar bizim kitabımızda var. Oradan alıb oxuya bilərsiniz və yaxud da internetdən yaza bilərsiniz. Orada çıxır asanlıqla. Əlavəli PDF-li hissə ilə oxuyacaq əsərlərin PDF-sini hardan tapmaq olar? Rəsmi dediyimiz kimi ikisi bizim kitabımızda var, əlavə olunan hissədən. Birini isə dövlət deməli yəqin ki tezliklə rəsmi saytda çıxacaqdır. Oradan əldə edəcəyik. Biz sizə bu haqqda məlumat verəcəyik. Bu dəyişikliklər 2026-da olacaq imtahana aiddir. Əlbəttə bu çərçivə 2025-26-cı il müəllimlərin işə qəbulu imtahanı üçün nəzərdə tutulmuş bir çərçivədir. Sertifikasiyada adətən müəllimlərin işə qəbulu üzrə deməli hazırlaşan imtahanlar üçün çərçivə proqramına eyni olacaqdır. Yəni sertifikasiya ilə MİQ imtahanının çərçivəsi demək olar ki, eynidir. Ona görə asanlıqla biz deyə bilərik ki, bu həm MİQ, həm də sertifikasiya imtahanına hazırlaşan müəllimlər üçün nəzərdə tutulub və 2025-26-cı il təhsil ilində demək bu dəyişikliklər bu dəyişikliklər əlavə olunacaq, aid olunacaqdır. Bu qədər əsərlər proqramı necə çatdıracaq, nə edəcəyik? Yəni bu qədər ədəbiyyat hər il geniş şəkildədir. Ədəbiyyat hər il demək böyük əsərlərlə bizi sınağa çəkir. Dəyərli müəllimlər, bu proqramı çatdırmaq üçün daha erkən vaxtlardan başlamaq lazımdır. Saxlayırıq, ən çox yanvardan qoşulursunuz, fevraldan qoşulursunuz. Mən sizə tövsiyə edirəm ki, bizim yeni açılacaq noyabr qruplarına qeydiyyatdan keçəsiniz. Çox da deməli uzatmayasınız proqramı. Daha asan çatdırıb, daha yaxşı təkrar etməyimiz üçün. Yəni bizim bütün aylarda proqramlarımız olacaq, deməli dərslərimiz olacaqdır. Biz çalışacağıq ki, sizə həmin o dərslər haqqında deməli mütəmadi olaraq məlumat verək və sizə tövsiyəmiz odur ki, vaxtında və düzgün istiqamət alasınız.
Yenə də ən çox deməli bizə gələn suallardan biri budur ki, bu dəyişikliklər abituriyentlərə aiddirmi? Xeyr, abituriyentlər üçün proqram çıxıbdır. Bu dəyişikliklərin heç biri abituriyentlərə əlavə olunmayacaqdır. Ümumiyyətlə, abituriyent proqramında hər hansı keçənki ilə bu iki arasında hər hansı bir dəyişiklik olmayacaqdır. Deməli, daha sizin kitabınızı almayaq, biz bunları hansı kitabdan oxuyaq? Məsləhət görün. Burada əlavə olunan əsərlərin sayı 13 dənədir. Biz 100-ə yaxın əsər keçirik. Bu 13 əsərə görə kitabı almamaq və yaxud da hansı bir vəsait almamaq bu biraz gülüncdür. Təbii ki, əlimizdə olan mövcud vəsaitlərdən istifadə edəcəyik. Dediyimiz kimi əlavə olunan hissəni də biz mütləq deməli orta məktəb kitablarından oxuyacağıq. Biz özümüz öz müdavimlərimiz üçün də onlara aid testlər və izahlar verəcəyik. Belə, sizdən gələn suallar bunlar idi. Çərçivə proqramında mövcud olan çıxarışlar, əlavələr bunlar idi dostlar. Mənim tövsiyəm sizə narahat olmağa əsası yoxdur. Narahat olmuruq. Sakit şəkildə dərslərimizi oxuyuruq. Əlavə olunan əsərlər qədər də çıxarılan əsərlər də var. Yeni əlavə olunan əsərlər qeyri-adi bir ağırlıq yükü yoxdur. Hamısı aşağı sinif, 6-cı sinif bizim məktəblərdə tədris elədiyimiz mövzulardır, çətin mövzular deyil. Sizə çətinlik yaradacaq bəzi məqamlar olacaq ki, biz onları təhlillərdə, izahlarda asanlıqla deməli sizə öyrədəcəyik. Və nə etmək lazımdır? Düzgün istiqamət seçmək lazımdır, düzgün müəllim seçmək lazımdır, düzgün vəsaitlərdən istifadə etmək lazımdır, düzgün testlərdən istifadə etmək lazımdır və tövsiyə edirəm ki, bizim noyabr qruplarına qeydiyyatdan keçəsiniz. Bizlə başlayıb, bizlə davam edəsiniz ki, daha yaxşı müvəffəq olasınız. Bu qədər. Yeni videolarda görüşmək ümidi ilə salamat qalın, sağ olun.